Biz hər bir insanı onun adına görə tanıyırıq və təbii ki, adını ilk növbədə hallandırırıq. Valideynin evlad üzərində haqqı odur ki, ona yaxşı ad qoysun. Azərbaycanda şəxslərə verilən adlar ən çox ərəb-fars mənşəlidir. Onlara baxılır, baş rollardakı və yaxud da ki, hansı roldakindən xoşları gəlirsə, onun xarakterini xoşlayırlarsa, uşaqlarına onun adını qoyurlar. O oğlan uşaqlarına məsələn Babək, Cavanşir, Koroğlu, Nəbi bu kimi qəhrəman adlar qoyulsun ki, onlar gələcəkdə öz adlarının mahiyyətinin nədən ibarət olduğunu anlasınlar. Uşaqlarımıza qəhrəmanlarımızın adını qoyaq, uşaqlarımız onlar kimi böyüyəcək. Belə bir şey yoxdur. Babək ona görə Babək olmayıb ki, qəhrəman olmayıb ki, onun adı Babəkdir. Uşaqlara ad qoyulanda sadəcə ad qoymaqla iş bitmir. O ruhda uşağı böyütmək lazımdır. Qız-oğlan fərqi yoxdur. Elə bir ad qoymaq lazımdır. Bizim nənələrimiz deyirlər, samballı ad olsun. Adı qoyarkən onun mənasına baxmaq lazımdır. Məsələn, ərəb mənşəli bizim adımız var, hansı ki Tükəzban. Tükəzban adı mənası belə var. Tükəzban yalançı deməkdir.